Hər bir Azərbaycanlı ailəsinin həyatında önəmli olan hadisələrdən biri toydur. Qırqızıl, qohum-əqraba, maşın, cehiz, xonçalar, yemək-içmək və o ki var rəqssiz bizim toylarımızı təsəvvür eləmək belə olmaz. Elə elimizdə ən çox söz-söhbət edə məhz bu el şənlikləri səbəb olurmu? Söz-söhbət bir yana Azərbaycan toyu olsun, davadalaş olmasın, toylarımız həyatımızda ən ciddi hadisə olsa belə, bir o qədər də qeyri-ciddi, gülməli, utanılan anlar da elə bu məclislərdə yaşanır. Misal üçün, əgər internetdə toy sözünü yazıb axtarış versəz, mütləq bu daydayın o ki var içib, rəqs meydanında mənəm deməsinin şahidi olacaqsınız. İçki təsirindən cuşa gəlib rəqs etməyi tək kişilərimiz deyil, xanımlarımız da bacarır. Onlar arasında mahnıya uyğun rəqs etməyənlər də olur. Dava olmasın, hələ üstəlik bu dava iki ailə arasında kütləvi müharibəyə çevrilməsin, bunu da yenə bizim toylarda görmək olar. Bəs dırnaq arası utancaq gəlinin gələcək qaynatası ilə kişi salamlaşmağını görmüsünüz? Bunları isə sizə şərsiz göstəririk. Şunadız nəyə görə daxtar alqası boğları, Borzakonda hər yerdə özünü göstərir. Bu hələ sizə yığıb göstərdiklərimizin bir zərrəsi belə deyil. El dili ilə desək, istər palatka toyları olsun, istərsə də şadlıq evlərində keçirilən şəhər toyları. Çoxumuzun sözün əsl mənasında utanıb qızarmağa vadar edən məqamlar ürəyiniz istəyən qədərdir. Belə məqamlarda heç bilmirik toylarımıza gülək yoxsa ağlayaq. Sosioloqlar, mədəniyyət nümayəndələri hesab edir ki, toylarımızın belə keçmələrinə bilavasitə təsiri məclisdə içkilərin verilməsidir. Aydınxan Əbilovun fikrincə, toyun əsas hissəsində içki masası qoymaq düzgün deyil. Nəzərə alsaq ki, biz Qafqazlılar istiqanlı millətik, bunu nəzərə alıb şərab masasını da ayrı salmaq lazımdır. O həmçinin toyun mədəni keçməsi üçün daha bir təklif də irəli sürür. Bu da toyların gedişatının ssenari üzrə qurulması və planlaşdırılan toya yadları deyil, yaxınların dəvət olunmasıdır. Bu dava riskini azaltmış olar. Amma əsas odur ki, biz qapalı cəmiyyətdə yaşadığımızdan öz qabiliyyətimizi, enerjimizi, hara xərcləməyimizi bilmirik. Buna görə toy mərasimləri o ki var, içib gizli hisslərimizi biruzə veririk. Bu vəziyyətdən çıxış yolu da var. Aydınxan Əbilovun fikrincə, insanlarımız, gənclərimiz daha çox kitab oxumalı, idmanla məşğul olub